Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu emma ba'd. Allah elçisi sallallahu aleyhi ve sellem bir hadisinde buyurur ki, her bir dinin əxlaqı var. Yani ona xas olan, ona ait olan əxlaqı var. Ve İslam dininin əxlaqı da həyadır, utanmaktır. Ve başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem görür ki bir kişi öz qardaşını qınayır ve deyir ki sen çok utanırsan, çok həya edirsən ve senin bu həya etməyin bəzən sənə zərər verir, müəyyən şeylerden məhrum qalırsan ve bu zaman Peygamber sallallahu aleyhi ve sellem ona deyir ki onu tərk elə, qoy utansın, qoy həya etsin. Həqiqətən həyanın hamısı xeyirdir. وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ